Bu ilin 6 ay ərzində vətəndaşlar tərəfindən 6000-ə yaxın fərdi ev tikilib. Fərdi evlərin tikintisinin geniş vüsət alması onların necə sənədləşdirilməsini aktuallaşdırır. Çıxarış almaq üçün ilk növbədə evin tikiləcəyi torpağın sənədləri qaydasında olmalıdır. Əgər sizin mülkiyyətinizdədirsə mülkiyyətdə olduğuna dair, icarədədirsə icarədə olduğuna dair, istifadənizdədirsə istifadə olduğuna dair. Yəni 3 şəkildə siz torpağa sahiblik edə bilərsiniz. Bunu siz notarial qaydada kimdənsə satın almış ola bilərsiniz. Aqrar islahat vaxtı sizə dövlət bunu şəhadətnamələr vasitəsilə vermiş ola bilər. Eyni zamanda bələdiyyələrdən alqı-satqı yolu ilə əldə etmiş ola bilərsiniz. Hər hansı yolla əldə edilirsə edilsin, fərdi yaşayış evinin tikintisindən əvvəl torpağa dair sənədi əldə etmək vacibdir. Torpağa dair sənədlər qaydasında olduğu halda tikilən evin hansı hündürlükdə olmasını nəzərə almaq lazımdır. 2013-cü ildən etibarən hündürlüyü 12 metrdən çox olmayan fərdi evlərin tikintisi üçün icra hakimiyyətlərindən icazə almağa ehtiyac yoxdur. İnşa etdiyiniz fərdi yaşayış evi 12 metrdən hündür deyilsə, aşırımların uzunluğu 6 metrdən uzun deyilsə, o zaman sadəcə olaraq torpağa dair sənəd, mülkiyyət hüququnu, icarə və istifadə hüququnu təsdiq edən sənəd, eyni zamanda layihə buna kifayət edir. Evi tikib başa çatdırdıqdan sonra müvafiq icra hakimiyyətinə layihəyə uyğun evin başa çatdırıldığına dair sifarişli poçt qəbzi ilə və ya birbaşa icra hakimiyyətinə gedərək məlumat verdiyinizə dair bir sənədlə reyestr idarələrine müraciət etməyiniz mümkündür. Sənədlər daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edildikdən sonra 10 gün ərzində çıxarış almaq mümkündür. Tələbdən asılı olaraq bu müddəti qısaltmaq olar. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, torpağın sənədləri qaydasında olsa belə, bəzi ərazilərdə tikilmiş evlərə çıxarış almaq mümkün olmur. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş bir torpaqdırsa və yaxud Xəzər dənizinin yüksək gərginlikli elektrik xətlərinin, dəmir yollarının, başqa telekommunikasiyalar mühafizə zolağında yerləşirsə, əlbəttə ki, burada tikintinin ümumiyyətlə aparılmaması lazımdır. Reyestr xidmətinin rəis müavini Elşad Məmmədov deyir ki, əgər fərdi ev 12 metrdən hündür, aşırımlarının uzunluğu 6 metrdən çox olarsa, onda layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalı və tikintiyə icazə verilməsi haqqında sərəncam əldə edilməlidir. Sonrakı prosedurlar isə olduğu kimi qalır.